Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Asosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı studiyadadır. Hər vaxtınız xeyir əziz dostlar, hörmətli xanımlar və cənablar, xoş gördük hər birinizi. Bəli, İşin Adamı studiyadadır, verilişimizə başladıq. Hər kəsi salamlayırıq. İzləyənləri, dinləyənləri, iş adamları bizdən birlikdə olurlar. Həm söhbət olur onlardan. Müxtəlif sahələrdə çalışan dostlarımızla çalışırıq ki, maraqlı məqamlara toxunaq. Gözəl bir ənənəmiz var bu ərəfələrdə. Qarşıdan hər kəsin, xüsusilə iş adamlarının səbirsizliklə gözlədiyi böyük bir sərgi gəlir, sərgi yaxınlaşır. Yerli şirkətlərin tanıtım sərgisindən söhbət gedir. Hansı ki 6-cı dəfə keçiriləcək və 18, 19, 20, 21 iyun tarixlərində Bakı Expo mərkəzində Kiçik və Orta Biznes İnkişaf Agentliyi və Marsol Qrupun birgə təşkilatçılığı ilə biz bu sərgiyə hazırlaşırıq və bugün də efirdə həmin sərgidə iştirak edəcək dəyərli işin adamı bizlə birlikdədir. Hazırıqsa başlayaq. İşinin Adamı başladı. Madam ki işin adamı başladı, gəlin qonağımızı təqdim edim. Almond Cake və Bakery şirkətinin Şirniyyat mağazalar şəbəkəsinin rəhbəri Əli İskəndərov bizlə birlikdədir. Əli müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Hər bir dinləyici salamlayıram, xoş gördük. Zəhmət olmasa şirkətiniz haqqında məlumat verin. Bizim Almond Cake and Bakery mağazalar şəbəkəsi ilk fəaliyyətini 2022-ci dekabr ayında başlayıb. Artıq 2 il, 3-4 ay fəaliyyətə baxmayaraq, hal-hazırda 7 mağaza fəaliyyət göstərir. Yəni, bu son 2 ay ərzində bizim 2 mağazada fəaliyyətə başladı. Ümumi 7 mağazamız fəaliyyət göstərir. Siz belə qısa zaman kəsiyində 7 mağaza açmışsınız. Bəli, bəli. Neçə müddət dediniz? 2 il, 3-4 ay belə keçim. Yəni, 2022-nin dekabrında başlamışıq fəaliyyətə. Uğurunuzu nəyə borçluyuq? Öncədən biznes planınıza əsasən ayrılmış sərmayəyə, yoxsa təcrübəyə? Bizim ciddi sərmayə ayırmamışıq. Sözün düzü, başlanğıcda ilk mağazaya ayırdığımız sərmayə ilə başladıq, amma belə ümumi iş fəaliyyətində bizim bir 3 nəfər şəriyik və orada bizim həm təzkilərindən biri bizim şərik 26 ildir bu şirniyyat sahəsindədir. Güclü tərəflər. Güclü bəndlərdən biri onun üstündə yatırım eləyib, onun üzərindən fəaliyyətə başlamışıq və bizim əsas məqsədimiz keyfiyyətli xidmət göstərməkdir, keyfiyyətli məhsullar verməkdir və onun əsasında da ilk mağazadan sevilmişik və belə imkan düşdükcə yeni mağazalar açmağa başlamışıq və biz hədəf də qoymuşduq ki, ilk ildə 4 mağaza açaq, növbəti bu ildə isə əlavə 4 mağaza açaq, 8 mağaza açaq. Bizim ünvanlar əsasən şəhərin mərkəz ünvanlarında gedir. Bir 6-cı paraleldədir ilk mağazamız, oradan fəaliyyətə başlamışıq. Orada hardan yer tapmışsınız? İli günün bu vaxtında. Orada əvvəlki şirniyyat mağazası var idi. O fəaliyyətini dayandırmışdı, onun yerinə biz götürdük. Ondan sonra Ece Hospitalın arxasında, o keçmiş İnqilab deyilən yerdir. O Ece Hospitalın arxasında, Asan Xidmətin arxasında 2-ci mağazamız açılıb. Ondan sonra bu Koroğlu Parkın düz yanında 3-cü mağaza açılıb. Sonra sahil metrosunun çıxışında... Koroğlu Parkın yanında trafik necədir? Yaxşıdır, gediş-gəliş yaxşıdır. Orada əvvəlin 15 ilin şirniyyat mağazaları var idi. Biz onun yanında açdıq və rəqabətə davam gətirdik və daha da qabağa getdik. Ondan sonra biz sahil metrosunun çıxışında növbəti mağazamızı açdıq, 4-cü mağazanı. 5-ci mağazamız bu Nizami metrosundan aşağıda bu məşhur Kebraşka apteki var. Onun düz yanındadır. Keçən ay aprel ayında bu İçəri şəhərdə fəaliyyətə başladıq. İçəri şəhər metrosunun qarşısında bu Başşəhər İcra Hakimiyyətindən üzbəyüz yeni bir mağazamız açıldı. Orada həm də biz ilk coffee shop da tipli fəaliyyətə başladıq. 1-ci mərtəbəsi mağazadır. Kofeyə daha çox maraq var, yoxsa şirniyyata? Daha çox şirniyyata maraq var. Və şirniyyatın üstündən də kofe içməyə gəlirlər. 2-ci mərtəbəsində coffee shopdur, 1-ci mərtəbə isə tam şirniyyat mağazasıdır. Və sonuncu 7-ci mağaza isə bu may ayında fəaliyyətə başladı. Mayın 9-u fəaliyyətə başladı.
O mağazanın özü də bir geniş ərazisi var və həm mağazadır, həm də coffee shop kimi fəaliyyət göstərir. Maraqlıdır. Siz elə danışdınız. Valla mən bu dəqiqə radio dinləsəm, yanında bir 5-3 manat cibimdə ya da cibində pulu olan dostum olsa deyərəm, dur getdik bu işlə məşğul olaq. Bilirsiniz, bizim efirimizin çox vacib bir məqamı var. Biz çalışırıq ki, dinləyiciləri, izləyiciləri, hal-hazırda bizi həm də TikTokda da izləyirlər, maarifləndirək. Burada isə çalışırıq həm də bir yerdə ehtiyat edək ki, kənardan sizin əziyyətinizi heç kim görmür. Siz də təbii ki, əziyyətinizi danışası deyilsiniz. Yaxşı mövzuları danışırsınız, amma kənardan da elə belə güllük-gülistanlıq kimi görsənməsin. Bu sahənin tövsiyə edəcəyiniz mənfi və müsbətlərini eşitmək istərdik sizdən. Bu sahənin ən birinci bu sahə ilə məşğul olmaq istəyənlərə məsləhət odur ki, bu işi bilməyən adam məşğul olmasın. Yəni siz doğru dediniz ki, İşi bilmək nə deməkdir? Bax, doğru dediniz ki, məsələn, mən özüm başqa sahədə fəaliyyət göstərmişəm uzun müddət, amma dediyim kimi bizim o güclü bənd olduğuna görə bu sahədə bir 26 il təcrübəsi olan bizim həm təşkilatdan bir nəfər olduğuna görə Tural müəllim, o olduğuna görə biz bu işə başlamışıq və özündə göstərici 26 şirin il. Bəli. Yəni özünə həmişə deyirəm ki, sənin damarlarından qan yox, şəkər axır. Yəni maşallah. Yəni bu fəaliyyətə başlamaq üçün işi sıfırdan bilmək lazımdır. Yəni bu işi sıfırdan bilməyən adamlar elə bilər ki, rahatdır və özümüzün göz qabağında da görürük ki, nə qədər şirniyyat mağazaları, şəbəkə kimi başlamaq istəyiblər, lakin uğur əldə eləməyib bağlanırlar. Bax, elə onu deyəcəkdim, biz tez-tez görürük də, ya məhəllələrdə, ya yol kənarında, mərkəzdə, parka yaxın açılır, amma həm də bağlanır. Bu nədən irəli gəlir? Çünki bu yəni şirniyyat sahəsi rahat bir sahə deyil. Yəni hətta ən ağır sahələrdən biridir. Çünki bir məsələn tortun başa gəlməyi üçün, yəni biz adi məsələn deyirik ki, kalkulyasiya hesablayırıq. Yəni bu tortun yığılmasına həm orada dekor bölməsi var, yığım bölməsi var, sonra biskvit bölməsi var, krem bölməsi var və bunlar hamısı ayrı-ayrı fəaliyyət göstərir və yekunda bir dənə tort əmələ gəlir. Yəni bunun hamısının hesablanması, bunun hamısının ərsəyə gəlməsi asan bir iş deyil. Bir komanda şəklində fəaliyyət göstərir. Olur məsələn tək mağazalar tək şəkildə fəaliyyət göstərirlər, onlar uğur qazana bilərlər. Amma genişlənmək lazım olanda, artıq o genişlənəndə onun altından çıxmaq rahat deyil. Yəni 2 mağaza oldu, 3 mağaza oldu, 10 mağaza oldu, eyni bir hal baş verir. Sizin müştəriniz ikinci dəfə, üçüncü dəfə arda-arda gələndə niyə gəlir? Dadına, formasına, yoxsa məkanın interyeri? Niyə gəlir? Birincisi biz fəaliyyətə başlayanda bizim ən önəmli qoyduğumuz qarşımızda məqsəd keyfiyyətdən geri addım atmayacağıq. Yəni bizim qiymətə təsir edir axı. Bəli, təsir edir, ondan əziyyət çəkirik. Hər gün xam mal qalxır, amma biz onu özümüzə məqsəd qoymuşuq və ondan geri addım atmırıq. İlk dəfə gələn müştəridə deyir ki, yox, bahadır. Yəni onun qarşısını necə alırsınız? Baha deməzdim. Yəni bizdə orta və yuxarı qiymətlərdir və bizim o qiymətlərə də keyfiyyət öz sözünü deyir. Sizə deyim ki, bizim bütün məhsullarımız Valyo kərə yağından hazırlanır. Bu xüsusi bir məqamdır. Bəli. Ən bahalı yağ olur. Bizim istehsala Valyodan başqa yağ daxil olmayıb. Yəni bir çox brendlər var ki, indi adını hallandırmaq istəmirik. Bizim məlumatlarımız olur. Kərə yağı adı deyirlər, amma görürsən ki, bir çox məhsullara kərə yağından başqa margarin də qatırlar, amma biz bunu eləmirik. Bizim bütün məhsullarımızda Valyo yağından istifadə edirik. Və müştəri də bunu bilir və bu dadında da hiss edir, buna önəm verir. Bundan başqa bizim istifadə etdiyimiz şokolad Kalibao şokoladıdır, Belçika şokoladıdır. O da yüksək keyfiyyətli şokolad sayılır. Belçika şokoladı istəyir. Bəli. Ondan istehsalda ondan istifadə edirik və bu kimi digər məhsullar da istehsalda istifadə edildiyimizə görə bizim məhsulların dadı və keyfiyyəti öz yerində olur və yüksək olur. Ona görə də müştəri daim bizdən davamlı olaraq almağa özünə borc bilir, sizə deyim ki, yəni bəyənir və alır. Və əla. Əziz dostlar, mən nəyi nəzərinizə çatdırmaq istəyirəm? Efirimizi hal-hazırda izləyənlər, dinləyənlər, kim almaq istəyirsə, kim bu sahədə fəaliyyət göstərmək istəyirsə, vallahi bizim qonağımız lütfkar insandır. İnanıram ki, zəruri məlumatlar sizdən bölüşəcək. Zəng və WhatsApp nömrəmiz
099 6 907 907. Yəni bu suallar, bu nömrələr vasitəsilə həm zəng edə bilərsiniz, həm də ki WhatsApp üzərindən yazmaq imkanınız var. Dostlar, Almond Cake və Bakery şirkətinin mağazalar şəbəkəsinin, belə deyək, həm təsisçilərindən olan şirkətin rəhbəri Əli İskəndərov bizlə birlikdədir. Əli müəllim, başqa sahədən necə oldu bura gəldiniz? Pul var bu işdə? Pul var deyəndə mən... Yox, yaxşı pul var. İnşallah ki olacaq, hələ onu görməmişik. Amma belə məqsədlərimiz böyükdür. Mən özüm bir 20 ilə yaxın bir başqa sahədə fəaliyyət göstərmişəm. Lakin bir başqasının aid olduğu, başqasının təsisçi olduğu biznes sahəsində, özəl biznes sahəsində fəaliyyət göstərmişəm. Amma görmüşəm ki, mən həmin yerdə həm qəfəsdə özümü hiss edirəm, həm inkişaf yoxdur. Və ona görə də elə bir həmin şirkətin yaradılmasına da mən iştirak eləmişəm və idarətin üzvü olmuşam, rəhbər vəzifədə olmuşam. Sadəcə olaraq o inkişafa görə sıfıra təzədən özümü o komfort zonasından çıxmışam və bu sahəyə başlamışam. Belə bir təklif oldu digər şəhidlər arasında və dəyərləndirdik. Bir yerdə bunu başlatdıq və bu sahə inşallah böyüdükcə gəlirli sahə görsənir. Biz tək şirniyyat yox, indi hal-hazırda dondurma istehsalında başlamışıq. Yəni bayaq dediyim bu sıfırdan, yəni bu aydan dondurma istehsalına başlamışıq. Marka olaraq yoxsa o olur belə top götürürlər? Marka olaraq yox, top götürülən və çəki ilə, kilo ilə satılır. Kimə satacaqsınız? Həm öz mağazalarımızda satacağıq, həm korporativ satışlar olacaq, otellərdir, restoranlardır və onun kimi digər müştərilərdir ki, bu sahəyə maraq göstərənləri biz bunu satacağıq. Coffee shoplar olsun. Yəni və bu dondurma da, yəni bayaq dediyim kimi dondurma mütəxəssisi kimdir sizdə? Biz dondurma ilə bağlı, əslində mənim o dediyim dondurma ilə də məşğul olub, amma biz dondurma ilə bağlı bir dənə də Türkiyədə mütəxəssis dəvət eləmişik. Maraşın dadını bilənlərə. Maraşdır, İtalyan sayağı dondurmadır, lakin keyfiyyətli xammalıq, təbii süddür, təbii meyvələrdir, heç bir qatqı, dadlandırıcı yoxdur. Elə bir, yəni adam öz övladınıza rahatlıqla yedizdirə bilən bir təamdır. Dəqiq. Yəni dəqiq 100%, yəni heç bir qatqı yoxdur burada. Və bu siz tort gətirmisiniz öz mağazanızda. Bəli. Rahat bir dənə gətir onun qablaşdırmasına baxım. Zəhmət olmasa, çox sağ olun. Buyurun, nuş olsun. Baxacağıq ona mütləq. İnşallah baxın, dadın qiymət verin. Və burada deməli belə bir məqam var ki, həmişə ən riskli tərəf nədir? Çalışırsan keyfiyyəti yerində saxlayasan. Bəli. Amma bahadır. Yaxşı keyfiyyətli xammal olsun, nə bilim ingrediyentlərmi olsun, qidalar bahadır. Dostlar baxın, loqo budur. Almond. Burada nə yaxşı, ünvanlar da yazılır. Burada 6 ünvan. 7-ci bu əvvəlki qutudur, 7-cini də təzə çıxartmışıq, 7-ci də əlavə olunacaq. Çox sağ olun. Təşəkkür edirik sizə. Duş olsun, buyurun. Vizual da baxaq. Əsl belə yay tortudur. Meyvəli tort. Meyvəli qəşəng. Özüm bilmədim hansı növü qoydular. Dedim bir də meyvəli tort verin. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Əziz dostlar, işin adamı bizdən birlikdədir və görərsən şirniyyat sahəsində Azərbaycan biznes mühitində rəqabət necə gedir? Sağlam yoxsa qeyri-sağlam? Yəni bu sahədə rəqabət elədir ki, hər bir kəs öz xidmətinlə bunu göstərir və sağlam rəqabət ondan ibarətdir ki, biz öz işimizə fokuslansaq, öz xidmətimizin keyfiyyətinə, məhsulların keyfiyyətinə fokuslansaq, bu rəqabətdə qabağa gedəcəyik. Bu məkanları harada tapmısınız? Mənim fikrim qalıb orada. Məkanları sağ olsun bizdə bir makler var, o da dayanmır. Yəni hər dəfə bizə yeni məkanlar verir. Onun ən şirin müştərisi sizsiniz. Bəli. Onu demişik ki, biraz saxlayaq. Biz indi 7 mağazadır, istehsal genişləndirmək lazım növbəti. Neçə kvadrat mağazalar? Müxtəlif kvadratlardır. Məsələn, var 30 kvadrat var 70 kvadrat var. Sonuncu mağaza 140 kvadratdır. Yəni belə müxtəlif kvadratlarlandır. Əraziyə görə, tapılan məkana görə dəyişir. Bəs necə təmin edirsiniz? Yəni bizdə istehsal... Məsələn, biz gəlirik, görürük ki, piştaxtada 10 dənə tort var. Aldım, getdim. Arxada mı hazırlanır? Yoxsa konkret bir mərkəz var? Konkret mərkəzi istehsal var. Mərkəzi istehsal oradan gün ərzində 3 dəfə mağazalara maşın göndərilir və məhsullar təmin olunur.
Yəni o mərkəzi istehsalda bütün tortlar orada bişirilir, ondan sonra mağazalara təmin olunur. Bir də mağazada satılmadı tort. Və mağazada hər bir məhsulun öz saxlama müddəti var. Məsələn, elə tortlar var ki, 2 gündür, elə tortlar var 3 gündür. Və onların saxlama müddəti bitdikdən sonra onlar geri qaytarılır. Aha, onu nə edirsiniz? Onlar atılır. Yəni onlar yeyilmir, hamısı atılır. Hətta bizdə bu mayalı məhsullar da satılır. Mayalı məhsul nədir? Qoğaldır, bulqudur, xaçapuridir, dürüm və sair və ilaxırdır. Bunların saxlama müddəti isə 1 gündür. Səhər mağazalara paylanılır, bişirilir, Tort paylanılır. neçə gün qalır bəs? Tort saxlama müddəti 3 gündür. 3 elə tort var, şokoladlı tortlar biraz uzun müddət, meyvəli tortlar amma az müddətdə saxlanılır və satılmadıqda Standartı budur da. Bəli, standartıdır. Satılmadıqda geri qaytarılır. Yəni biz elə tənzimləyirik ki, hər mağazada bu geri qaytarma maksimum səviyyədə aşağı olsun. Amma o mayalı məhsullar dediklərim isə 1 gündür. Səhər gün ərzində satılmadısa artıq geri qaytarılır. Yəni bu baxımdan biz ona görə də bizdə əminliklə deyə bilərik ki, hər bir məhsul təzədir. Təzədir, aydındır. Yəni üzr istəyirəm. Yəni biz məsələn mayalı məhsulları səhər saxlayıb qızdırıb təzədən ştaxtaya qoymuruq. Ailə olur. Yəni elə qoyanlar da olur. Yəni amma belə bizdə bir həmin gün bişən, həmin gündə satılmadısa geri Hiss qaytarılır. olunmur ki o. Ya indi müştərilər bilmirəm onu hiss edir, eləmirlər. Yəni keyfiyyətə fikir verənlər onu hiss edir. Aydındır. Təşəkkür edirəm. Birazdan davam edəcəyik. Əziz dostlar, bizim qısa fasiləmiz olacaq. Fasilədən sonra isə proqramımızın sponsorları var. Hansı ki, onlar da öz sahələrində çalışırlar ki, siz xalqımıza, dinləyicilərimizə, izləyicilərimizə fayda versinlər. Mən Kamran Yaradanquliyevin təqdimatında bizi eşidirsiniz hal-hazırda. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. Bəli, əziz dostlar, bir daha hər birinizi salamlayıram. Mən Kamran Yaradanquliyevin təqdimatında işinin adamını dinləyirsiniz. Amma həm də izləyirsiniz. Necə? TikTok'da canlı, amma proqramdan sonra bizim dəyərli dostlarımızla birlikdə, Hay Marketinglə birlikdə əl-ələ vermişik. Başda Hüseyin müəllim olmaq şərtlə bütün komandanı salamlayıram. Proqram üzərində bir çalışmalar gedir. Bütün sosial şəbəkələrdən də bizi izləyə bilərsiniz. Gəlin sponsorlar haqqında danışaq dostlar. Sponsor məlumatı. İlk olaraq mən nəyi bildirim? 25% Kavralin Azdan endirim kartımız var. Həm bizi izləyənlərə, dinləyənlərə və qonaqlarımıza mən az öncə təqdim etdim. Nəzərinizə çatdırım ki, efirimizin xüsusi sponsoru Kavralin Azdır. Kavralinlərin təmizlənməsi xüsusi bir məqamdır və ona görə də bu təmizlənmə anında kavralinin növünüzdən, yəni kavralinin növündən asılı olmayaraq peşəkar təmizləmə texnologiyası, həmçinin ləkələrin çıxarılması sizin ən bəlkə də yaralı yeriniz kimi düşünülə bilər, elə deyil. Çünki Kavralinaz həm də bu anda sizə dəstək olur. Kavralinlərin təmizlənməsi yüksək texnoloji, bax görüntülərdə də görürük ki, yüksək texnoloji yuyucu vasitələrdən istifadə olunaraq həyata keçirilir və Avropa sertifikatlı avadanlıqla həyata keçirilməkdədir. Təmizlik bərpa effektinə zəmanət veririk, deyir Kavralinaz. 050 503 99 88. Təşəkkür edirəm, minnətdaram Kavralinaza. Siz Çin avtomobili idarə edənlər və yaxud Çin avtomobillərinin ehtiyat hissəsinə ehtiyacı olanlar bizi diqqətlə dinləsinlər. Sponsor məlumatı. Gəlin sizə EV Motors'dan danışaq. Niyə? Çünki EV Motors müştəriləri üçün Çindən elektromobil, hibrid və plug-in hibrid avtomobillərin alışını həyata keçirir. Onları peşəkar şəkildə Azərbaycana çatdırır. Hətta onların əməkdaşları orada gelib avtomobili bir-bir yoxlayırlar. Şəklini, videosunu çəkib sizlə bölüşürlər. EV Motors komandası avtomobilləri dediyim kimi tam yoxlayır, maksimal təhlükəsizliklə sizə təmin edir. Əgər siz də gələcəyin nəqliyyat vasitəsini keçid etməyi düşünürsünüzsə 050 236 96 26 və 050 236 28 82 nömrəsi ilə əlaqə saxlayın. Həmçinin indi Çin avtomobili idarə edənlər avtomobil ehtiyat hissələrinə, Çin avtomobilin ehtiyat hissələrinə ehtiyacı olanlar EV Parts bu məqamda sizə dəstək olur. EV Parts şirkətin
Çin avtomobillərinin ehtiyat hissələrinin, aksesuarların topdan və pərakəndə satışını həyata keçirir. Şirkət 5 illik təcrübəsi ilə Çinlər etibarlı iş nümayəndəsi kimi çıxış edir. Danışıqlar və alış-veriş, ixrac işlərini həyata keçirir. Əgər siz də etibarlı və peşəkar xidmətlərdən yararlanmaq istəyirsinizsə, yenə deyirəm 050 236 9505 və 050 ilə yenə 236 28 82 nömrəsi ilə əlaqə saxlayın. İV deyəndə, yəni İV yazmayın, ev. Bildiyimiz ev yazın, Ev Parts və Ev Motors. Təşəkkür edirik sponsorlarımıza. Efirimiz isə davam edir. İşinin adamı davam edir. Nəzərinizə çatdıraq ki, növbəti hissəyə keçid almışıq, qonağımız isə bizləndir. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Söhbət Almond Cake və Bakery şirkət mağazalar şəbəkəsinin, çox xoşum gəlir sizə bu mağazalar şəbəkəsi ifadəsini deyəndə, çünki orada bir əziyyət dayanır həqiqətən də. Mağazalar şəbəkəsinin rəhbəri, təsisçilərindən Əli İskəndərov bizləndir. Əli müəllim, bir ənənəmiz var. Qısa fasilədən sonra qonağa müraciət edirik ki, zəhmət olmasa şirkət haqqında yenidən, amma bu dəfə qısa məlumat, çünki yeni qoşulan dinləyici var, izləyici var, onları nəzərə alaq. Mən bir də dinləyiciləri salamlayıram. Xoş gördük. Deməli, Almond Cake and Bakery mağazalar şəbəkəsi 2022-ci dekabr ayında fəaliyyətə başlayıb. Hal-hazırda 7 mağaza fəaliyyət göstərir. Bizim mağazalarda milli şirniyyatlar, sonra tortlar, dietik məhsullar. Türk paxlavası var. Xeyr, Türk paxlavası yoxdur. Yəni, sırf Türk paxlavasının hazırlanma texnologiyası başqadır. Bizim istehsalımız o ayrıdır. Ona görə də biz istehsalımız köklənib bu tortlara, dietik məhsullara, desertlərə, ondan başqa milli şirniyyatlardır, quru məhsullardır, mayalı məhsullardır. Bunların satışı ilə məşğuldur və hal-hazırda da bu aydan etibarən biz dondurma istehsalında başlamışıq. Bizim bütün mağazalarımızda dondurma satışı da var. Həm top ilə gəlib mağazalardan alıb yeyə bilərlər, həm də sifariş də verə bilərlər. Evlərə də çatdırılma var. Evlərə, ofislərə, bəli. Onlayn sifariş xətti də var. Neçəli kilosu? Bizdə 12 növ dondurma var hal-hazırda. 12 növ nə qədərdir? Hansıdır bu? 12 növ sadə dondurmadır. Ondan başqa antep fıstıqlı, ürəyim gedir. şokoladlı, sonra grilyajlı, ballı badamlı, ondan başqa meyvəli. Ballı badamlı çətin olmuyor. Balla hazırlanır. Orada nə şəkər var, nə də gluten. Onun da qiyməti 12-dir. Yox, ballı badamlı Antepin qiyməti kilosu 35 manatdır. Digərlərinin kilosu 24 manatdır. Hə, biləməz. Belə top da, bir top məsələn digər əsas dondurmalar topları 2 manat 50 qəpikdir. Antep fıstığı və bal badamlı 3 manatdır. Çox çətindir sizin qiymətləri çıxartmaq. Doğrudan dəhşət, belə detallı bir işdir. Bəli, bəli. Yəni də peşəkar yanaşması olanda başlayır. Yəni onun üzərində hələm 2 ildir fəaliyyət göstərir və işlər gedir və yeni məhsul yarananda da onun qiymət qoymamışdan qabaq birinci məhsulun maya dəyəri çıxarılmalıdır, onun istehsal xərcləri çıxarılmalıdır ki, ondan sonra qiymət qoyulsun. Sizin işin biraz mətbəxinə getsək, ən tez hazırlanan və ən gec hazırlanan, ən rahat və ən nazlı qəmzəli məhsulunuz hansıdır? Yəni, nazlı qəmzəli məhsullar deyəndə tortlardır, məsələn. Tortlar biraz vaxt aparan məhsullardır. Amma belə quru məhsullar da var ki, onlar dietik məhsullardır, onlar daha tez hazırlana bilirlər. Məsələn, dietik məhsullar deyəndə kərəzlə, sonra çiya toxumu ilə, balqabaq tumunla, əncir ilə, ərik qurusu ilə və s. və ilə axır belə bizdə dietik məhsullar var ki, onun da alıcıları çoxdur. Detalları çoxdur. Bəli, bəli və onun hər dəfədə yeniliklər istəyirlər. Biz də onun üzərində çalışırıq. Özümüz də görüntülərə baxın, tanış gəlmir sizə təsadüfən. Bəli, bəli, yəni bizim ustalar. Sağ olsun bizim komandamızda görüntüləri təmin ediblər. Sağ olsunlar. Bizim istehsaldan... Verilişin ilə üstünlüyü odur ki, bizdə həm görüntülər gedir, həm də ki, dinləyirlər bizi və ümumiyyətlə bu şərait yaratdığına görə mən Yurd FM-ə xüsusi təşəkkür edirəm. Bəli, bəli, görüntüdən də yadıma düşdü ki, bizdə Voltda da bizim məhsulların satışı var. Volt yaxşı ki, görüntülər var, görürsünüz. Sağ olun. Yəni, Voltla da sifarişlər verib çatdırma olar. Bizim onlayn sifariş xətti var ki, orada zəng edib WhatsApp-la yazıb sifariş vermək olar, həm də belə Volt üzərindən də sifariş vermək olar. Son 2 dəqiqəmiz var. Bu məqamda yadıma düşmüşkən dediniz. Sizin eşitmək istədiyiniz
Amma aparıcının, yəni mənim bu sualı vermədiyim hansı məqamlar var? Nələr yadınıza düşdü? Hansı informasiyanı vermək istəyirsiniz? Belə ümumiyyətlə biznes fəaliyyətindən başlamamışdan qabaq, yəni insanlar elə bilirlər rahatdır bu fəaliyyətlər. Yəni kənardan baxırlar ki, yəni bunlar üzr istəyirəm ifadəmə görə qaz vurub qazan doldururlar. Adi bir dənə Antep fıstığı deyirsiniz ha. Onun birinin belə dadı çörəyə çıxsa, bütün mağazalı şəbəkəsini gözdən çıxarır. Bəli, elədir. Bizdə məsələn bu ilə bağlı keyfiyyətə nəzarət şöbəsi var və bütün gələn məhsulları keyfiyyətə nəzarət şöbəsi müayinədən keçirir, baxır, müşahidə eləyir və onları istehsala buraxır. Olur məsələn ki, siz deyən kimi alırsınız qozdur, fındıqdır, digər məhsulları bilmək olmur. Və yaxud da bağlama məhsullarıdır. Baxırsan ki, hər şey qaydasındadır, üstündəki etiket də qaydasındadır, amma istifadə eləyəndə nəsə bir problem olur və onun problemə görə nə qədər itkilər olur. Bəli. Yəni bu baxımından bu sahə, qida sahəsi xüsusən rahat bir sahə deyil və daim o qırmızı xətt üzərində olan bir sahədir də. Allah güc qüvvət versin həqiqətən. Allah razı olsun, çox sağ olun. Amma belə biz həmişə pozitiv baxırıq və bu sahədə insanlara bu şirinlik veririk, onu vəd edirik deyə insanlar, hətta biz geçən dəfə bir görüşdə idi, dondurmanı aparmışdıq ora. Dadım eləyirlər ki, orada korporativ müştəri kimi. Həmin şəxslərin dondurmanı necə həvəslə yediklərini görüb adama ləzzət eləyirdi ki, bizim məhsula o insanın yeməyindən, insanın o üz ifadəsindən necə bəyəndiyi görsənir və o əziyyətin boş yerə getmədiyini görürsən. Əla. Təşəkkür edirik əziz dostlar. Çox sağ olun. Almond Cake və Bakery şirkətinin mağazalı şəbəkəsinin rəhbəri Əli İskəndərov bizlə birlikdə idi. Görüşərik. Çox sağ olun, sağ olun. Minnətdarıq.